Salam dəyərli dostlar, xoş gördük sizləri. Bu gün mən sizə MİQ və sertifikasiya çərçivə proqramına yeni əlavə olunmuş mövzulardan biri olan əlavə cümlələr haqqında məlumat verəcəm. Nəzərinizə çatdırım ki, Azərbaycan dilinə 2 yeni mövzu əlavə olunubdur MİQ çərçivəsinə. Onlardan biri xüsusiləşmiş üzvlərdir. O haqda geniş bir dərsimiz olub. 1 saatdan artıq bir dərs izah eləmişik. Onu YouTube kanalımızdan əldə edə bilərsiniz. Əlavə cümlələr haqqında da indi izah verməyə çalışacağam. Əlavə cümlələr haqqında geniş bir izah yoxdur. Qısa bir izah olacaqdır. Çünki demək olar ki, əlavə cümlələrdən verilən məlumatların əksəriyyəti bizə bəllidir. Biz bunu bilirik və çox asan bir mövzudur. Əvvəllər bu xüsusiləşmiş üzvlər əlavə cümlələr proqramda olub, sonradan Azərbaycan dilini sadələşdirmək məqsədi ilə bu mövzuları çıxardıblar. Amma mövzular çıxarılsa da biz bunları durğu işarələrində və digər yerlərdə rast gəlirdik tez-tez. Bu baxımdan çərçivə proqramına salınması müsbət bir deməli fikirdir və alqışlanası bir fikirdir ki, artıq durğu işarələrində bəzi sualları izah eləyərkən o əlavə cümlə, xüsusiləşmiş üzvlər keçmədiyimiz üçün çətinlik yaradırdı bizə. Bunları keçəndən sonra daha asan olur. Deməli, əlavə cümlələr haqqında məlumat verərkən nəzərinizə çatdırım ki, ümumiyyətlə nədir əlavə cümlələr? Biz bundan istifadə eləyirikmi? Bəli, yazılı və şifahilikdə bu əlavə konstruksiyalardan geniş istifadə edilir. Ümumiyyətlə, əlavə konstruksiyalı, yəni əlavə cümlələr cümlədə söylənilən fikri genişləndirmək, qısaltmaq və yaxud da məhdudlaşdırmaq, cümlədə işlədilən bu və ya digər sözü, ifadəni, termini izah etmək, danışanın mimikasını, jestini təsvir etmək, bu əsasən dramatik əsərlərdə olur. Zaman, məkan, mövcud situasiya haqqında məlumat vermək məqsədi güdür. Deməli, bir də deyirəm, əlavə cümlələrdən biz nə zaman istifadə edirik, niyə istifadə edirik? Əlavə cümlələr əsasən söylənilən fikri genişləndirmək, qısaltmaq, məhdudlaşdırmaq, cümlədə işlədilən bu və ya digər sözü, ifadəni, termini, cümlənin bir hissəsini izah etmək, danışanın mimikasını, jestini təsvir etmək və yaxud da zaman, məkan, mövcud situasiya haqqında məlumat vermək üçün istifadə olunur əsasən əlavə cümlələrdən. Biz ara sözlər keçmişik, ara sözlər və birləşmələr. Bu ara sözlər və birləşmələri müəyyən qruplara ayırmaq mümkün olduğu halda, deməli, əlavə cümlələri, əlavə konstruksiyaları biz qruplara ayıra bilmirik. Yəni, bunları qruplara ayırmaq qeyri-mümkündür. Yəni, başqa sözlə desək, əlavə konstruksiyaların obyektiv reallığının çox rəngarəng sahələrinə nüfuz deməli etmə imkanları olduğu üçün onları deməli mənaca sistemləşdirmək, bir qəlbə yığmaq mümkün deyil, yəni lüzumu yoxdur bunun. Əlavə cümlələrdə biz hansı durğu işarələrindən istifadə edirik? Biz əlavə demək konstruksiyalarda əsasən istifadə etdiyimiz qoşa mötərizədir, yəni durğu işarəsi açılır, bağlanır. Qoşa tire işarəsidir, yəni bunların arasında olacaqdır. Bir də qoşa vergüldən istifadə edəcəyik. İlk öncə bunu nəzərinizə çatdırım ki, nə zaman qoşa deməli mötərizə, nə zaman qoşa tire, nə zaman qoşa vergüldən istifadə olunur fikri var. Smalik oxşadılaq bu. Deməli, nə zaman bundan istifadə olunur? Bunlarda xüsusi bir izah yoxdur ki, bu zaman deməli mötərizədən, bu zaman və yaxud da vergüldən və yaxud da qoşa tirədən istifadə olunur. Asanlıqla bir-birini əvəz edə bilir. Biz qoşa mötərizəni qoşa tirə ilə və yaxud da qoşa vergüllə əvəz edə bilirik. Xüsusi bir qayda yoxdur ki, bu zaman bu, bu zaman bu, bu zaman bu olsun, bu formada. Ona görə biz əsasən misalları verəndə və sizin də daha çox rast gəldiyiniz, deməli, rast gələcəksiniz qoşa mötərizədən. Biz də misalları verəndə əsasən deməli, qoşa mötərizədən istifadə edəcəyik. Durğu işarələrində əksər vaxt qoşa mötərizədən istifadə olunur, amma bu o demək deyil ki, həmişə qoşa mötərizədən istifadə olunacaqdır. Dediyimiz kimi, asanlıqla bir-birini əvəz eləyir. Daha sonradan yenə də sual vermir ki, ay müəllim, qoşa mötərizə qoydum, bunu qoşa tiri ilə əvəz eləyə bilərik? Bəli, asanlıqla əvəz eləyə bilərik. Bir misal yazsaq əlavələrə aid, deyirik ki, mən ona deməli hazırlıq keçdim.
Hazırlıq keçdim. Biz dedik ki, əlavə cümlələr, əlavə deməli konstruksiyalar söylənən fikri genişləndirmək, məhdudlaşdırmaq və yaxud da qısalmaq məqsədi ilə, izah etmək məqsədi ilə hər hansı bir sözü, ifadəni, termini izah etmək məqsədi daşıyır. İndi baxın bura. Burada da tamamlığı, yəni sözə, ona sözünü izah etmiş olacaqdır. Mən ona, indi bura əlavə demək əlavə konstruksiya aid etsək, artırsaq, dostumun qızına hazırlıq keçdim. Bu qədər qısa. Burada dostumun qızına deməli söz birləşməsi şəklində olan əlavə olacaqdır. Mən ona, dostumun qızına hazırlıq keçdim. Və yaxud da biz burada qoşa mötərizəni qoşa tire ilə əvəz eləyə bilərik və yaxud da hər iki tərəfinə vergül formasında da əlavə eləyə bilərik. Davam eləyək ki, məsələn, başqa bir misal yazaq. Gəlin bunu buradan yazaq. Deyirik ki, onlar, buradan məsafə qoyaq, çünki onu əlavəsini işlədəcək. Bu il ciddi hazırlaşdılar. Deməli, onlar mötərizədə məktəblilər bu il ciddi hazırlaşdılar. Bax, burada məktəblilər söz şəklində olan əlavə olmuş olacaqdır, dostlar. Asanlıqla biz bunu yenə də digər duruq işarələrlə əvəz eləyə bilirik. Bu əlavə əslində bu qədər sadədir, bu qədər deməli asandır. Deməli, biz hər hansı bir cümləni və yaxud da cümlə üzvünü, hər hansı bir sözü aydınlaşdıran, izah eləyən, onun mənasını açan və yaxud da onu qısaldan, məhdudlaşdıran, genişləndirən söz birləşməsi cümləyə əlavə deyəcək. Əlavə cümlə, əlavə söz birləşməsi bu formada ifadə etmiş olacaq. Deməli, davam etsək əlavələrlə. Əlavə leksik və sintaktik vahidlər cümlənin məzmunu ilə bağlı olduğu kimi bağlı olmaya da bilər. Yəni, odur ki, əsas cümlənin daxilində ya da ondan sonra işlənir. Məsələn, yaza bilərik ki, o bugün, qaydanı bir də təkrarlayayım, əlavə söz birləşməsi cümlə, yəni leksik və semantik vahid cümlənin məzmunu ilə bağlı olduğu kimi bağlı olmaya da bilər. Odur ki, əsas cümlənin daxilində ya da ondan sonra işlədilir. Deyirik ki, o bugün ac idi. Cümləni burada yekunlaşdırdıq. O bugün ac idi. Çünki səhərdən heç nə yeməmişdi. Bir bu. Başqa bir cümlə yazsaq. Məsələn, deyirik ki, onun sinəmizə, birinci və ikinci formasını yazaq. Onun sinəmizə vurduğu yara, onun sinəmizə vurduğu yara indi də ağrıyır. Deməli, indi də ağrıyır. İndi burada ifadə edəcək. Demə unutduq. Dedik ki, əlavə söz və söz birləşməsi cümlə, yəni leksik və semantik vahid cümlənin məzmunu ilə bağlı olduğu kimi bağlı olmaya da bilər. Bax, burada birinci cümlədə, yazdığımız birinci cümlədə əlavə cümlə əsas cümlənin ümumi məzmunu ilə, ikinci cümlədə isə bir üzvü ilə
bağlı olacaqdır. Yəni birinci cümlə o bu gün ac idi. Ümumi veriləndə əlavə cümlə əsas cümlənin ümumi məzmunu ilə bağlıdır. Burada çünki səhərdən heç nə yeməyibdi. Bax bu deməli əsas cümlənin ümumi məzmunu ilə bağlıdır. Amma ikinci cümlədə isə bir cümlə üzvü ilə, yəni yara sözünə, yəni bir sözə aiddir. Burada yara sözünə aid olmuş olacaqdır. Yara sözü ilə bağlı olacaqdır. Deməli, bir də təkrarı əlavə, leksik və sintaktik vahidlər cümlənin məzmununa bağlı olduğu halda olmaya da bilər. Yəni ümumi məzmuna bağlıdır bu cümlə. Bu cümlənin ümumi məzmununa bağlıdır. Amma burada isə yalnız yara sözünə aiddir. Ümumi məzmuna yox, bir sözə aid olmuş olacaqdır. Əlavə konstruksiyalar müxtəlif quruluşlu ola bilir. Hansı quruluşda olacaqdır? Gəlin onlara baxaq. Əlavə konstruksiyalar, baxın, deməli, bir sözdən ibarət olur. Bir sözdən ibarət olur. Məsələn, misal versək, deyirik ki, məktəbin ən fəal şagirdi, məsələn, nə deyək, Əli Baba qalib oldu. Məktəbin ən fəal şagirdi Əli Baba qalib oldu. Burada əlavə konstruksiya bir sözdən ibarət olacaqdır. Əli Baba bir sözdən ibarətdir. Mürəkkəb sözlə ifadə olunubdur. İkinci izah etsək, deməli, əlavə konstruksiya söz birləşməsi şəklində olur. Söz birləşməsi formasında olur. Söz birləşməsindən ibarət olacaqdır. Yəni bizdə proqramda ancaq əlavə cümlədir, amma mən ümumilikdə əlavə konstruksiya haqqında məlumat verirəm ki, bunlar da durğu işarələrinin işlənməsində istifadə olunur. Biz onları digər bölmələrlə qarışdırıb əziyyət çəkməyək. Yəni B variantı yazaq bura. B variantı söz birləşməsi şəklində olacaqdır. Məsələn, ona dərman verildi. Ona dərman verildi. Əlavə etsək, çoban yastığı çayı. Ona dərman verildi, çoban yastığı çayı. Baxın, burada çoban yastığı çayı söz birləşməsi şəklində olan əlavə konstruksiya olacaqdır. Deməli, növbəti üçüncü cümlədən ibarət olacaqdır. Məsələn, mümkün olsa ev kirayəsini ver. İndi əlavə məlumat olacaqdır, aydınlaşdıracaqdır. Bu ay 150 manat edəcək. Burada görürük ki, cümlə şəklində olmuş olacaqdır. Burada biz bunu iki yerə böləcəyik. Cümlə şəklində olanda bir sadə cümlə şəklində, bir də mürəkkəb cümlə şəklində özünü göstərmiş olacaqdır. İkinci mürəkkəb cümlə. Yəni, mürəkkəb cümlədən ibarət olacaqdır əlavə konstruksiya. Məsələn, deyirik ki, bir ildən artıq idi ki, bir ildən artıq idi ki, mahalları gəzirdim. Yəni, bir ildən artıq ki, mahallar gəzir. Yəni, bir işim də yox idi. Bir işim, belə yazaq, yoxdur. Ancaq veylənirdim. Yəni, bir işim yoxdur. Ancaq mən veylənmək sözü var dilimizdə.
Amma az istifadə olunan sözdür uşaqlar. Veylənirdim. Ancaq mən, yəni bir işim yoxdur, ancaq mən veylənirdim. Deməli, burada mürəkkəb cümlə şəklində olacaqdır əlavə konstruksiya. Deməli, əlavə konstruksiya ibarət olduğu sözdən, söz birləşməsindən, cümlədən və ya cümlədə ya sadə cümlə olur, ya da mürəkkəb cümlə şəklində özünü göstərmiş olacaqdır. Yadımızdan saxlayırıq. Əlavə konstruksiyalar bəzən deməli müxtəlif bağlayıcıların köməyi ilə, vasitəsilə deməli əsas cümləyə bağlanmış olacaqdır. Gəlin baxaq, burada yəni ilə bağlandı. Fikir verirsinizmi? Burada yəni ilə bağlandı. Əlavə konstruksiya, əlavə cümlə, əsas cümlə yəni bağlayıcısı ilə bağlandı. Əvvəlinci cümlələrə keçsək, deməli, görürük ki, burada məsələn əlavə konstruksiyalarda bax, o bugün ac idi çünki, bax görürük, bağlayıcı ilə bağlandı. Deməli, əlavə konstruksiyalar əsas cümləyə bəzən müxtəlif bağlayıcılarla bağlanır, amma ancaq müxtəlif bağlayıcılarla bağlanırmı? Bu fikir deməli, ancaq müxtəlif bağlayıcılarla bağlanacaqdır. Bu fikir yanlış fikir olacaqdır. Bəzən əlavə cümlələr əsas cümlə arasında əlaqə yaratmaq üçün bağlayıcılarla yanaşı ara sözlərdən də istifadə olunur. Məsələn, deyirik ki, mən bu haqda danışdım. Mən bu haqda danışdım. Məncə heç danışmağın mənası yox idi. Bax, gördük, burada ara sözlə bağlanıbdır dostlar. Məncə və yaxud da belə deyə bilərik ki, mən bu haqda danışdım. Çox güman ki, heç danışmağın mənası da yox idi. Onsuz da danışmağın mənası da yox idi. Bu formada da ifadə edə bilərik. Deməli, əlavə konstruksiyalar əsas cümləyə müxtəlif bağlayıcılar vasitəsilə bağlana bilir. Bəzən də deməli, ara sözlər vasitəsilə də əlavə konstruksiyalar əsas cümlələrə bağlana bilir. Dostlar, burada baxın, bu cümləni bizə verə bilərlər. Bax, qrafiyə aldığım cümləni bizə verə bilərlər. Bax, fikir verin, o bugün ac idi çünki səhərdən heç nə yeməmişdi. Bu cümləni bizə verə bilərlər. Deyərlər ki, mötərizələri vergüllə əvəz etsək, baş verən dəyişikliyi müəyyən edin. Əgər biz mötərizəni burada vergüllə əvəz etsək, burada alınan cümlə olacaqdır tabeli mürəkkəb cümlə. Tabeli mürəkkəb cümlə olacaqdır. Ona görə bu tipli cümlələrdə sizi çaşdıra bilərlər. Əgər mötərizə daxilindədirsə, sadə cümlədir bu, onun əlavəsi əlavə formasında işləmişdir. Çünki səhərdən heç nə yeməmişdi. Burada əlavə cümlədir. Amma normalda bu deməli sadə cümləyə artırılmış hər hansı bir sadə cümlədən ibarət olan əlavə konstruksiyadır. Amma birdən bizə misal olaraq verə bilərlər ki, tutaq ki, burada 2 mötərizə ola bilər və yaxud da 2 tiri ola bilər. Onu vergüllə əvəz etsə baş verən dəyişiklikləri müəyyən edin. Onda biz dediyimiz kimi bu dəyişiklikləri müəyyən etməyə çalışacağıq. Əlavə konstruksiyalarda əsasən biz nələrdə rast gəlirik, haralarda rast gəlirik? Əlavə konstruksiyalarda, yəni əlavə cümlələrdir, söz birləşməsi sözlərdir. Onlarda memuar və məktublarda, felyeton janrında, dram əsərlərində daha çox istifadə olunur. Dram əsərlərdə obrazların müxtəlif hərəkətləri, davranışları, jest və mimikası, başqa obrazların münasibəti, yerişi, duruşu, danışıq tərzi əlavə konstruksiyalar vasitəsilə verilə bilir. Məsələn, çox vaxtı da burada obrazın adı verilir, ondan sonra mötərizə daxilində əlavə konstruksiyadan istifadə olunur. Məsələn, deyirik ki, amil əsəbləşir. Bax, mən bugün evə getməyəcəm, belə bir cümlə işlədirlər. Burada bax, burada obrazın adı veriləndən sonra mötərizə daxilində onun hissini ifadə etmək üçün biz əlavə konstruksiyadan istifadə etmiş olduq. Bax, əlavə cümlə, əlavə söz birləşməsi budur, əlavə konstruksiya budur dostlar. Elə bir çətin bir mövzu deyil bu.
Amma verilməsi yaxşıdır. Siz də bu kimi mövzuları öyrənmək istəyirsinizsə daha dərindən, o zaman Elton Abışovun YouTube kanalını, Telegram kanalı və Instagram kanalını izləməyə davam edin. Videonu bəyənib paylaşsanız sevinərəm. Özünüzə yaxşı baxın, salamat qalın.